Baş ağrısı, yuxusuzluq, qan təzyiqinin dəyişməsi, ürək ritminin pozulması, əhval-ruhiyyədə eniş, əsəbilik. Son günlər ətrafımızdan eşitdiyimiz bu şikayətlərin səbəbi günəşdə baş verən dəyişikliklərdir. Bugün səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub. Maqnit qasırğası zamanı bir çox insanlar fiziki və psixoloji narahatlıqlar hiss edə bilir. Xüsusilə ürək, damar, sinir sistemi və xroniki xəstəlikləri olan insanlar üçün bu günlər daha ağır keçir. Həkimlər bildirir ki, diqqət etməli olduğumuz məqamlar var. Açıq havada durmaqdan maksimum dərəcədə uzaq dursunlar. Açıq havada olmaqdan maye balansına fikir versinlər, çoxlu su içsinlər. Hətta bəzi insanlar var ki, bu dönəmlərdə enerji içkiləri qəbul edirlər ki, bu da qəti şəkildə yol verilməzdir. Çünki maqnit qasırğaları olduğu dönəmlərdə, yəni normal vaxtlarda bir bu enerji içkiləri zərərli ikən, maqnit qasırğaları olduğu dönəmlərdə enerji içkilərinin qəbul olması birbaşa ürək sisteminə ciddi mənfi təsir göstərə bilər. Hətta bu insanların ani ürək ölümlərini maqnit qasırğaları olduğu dönəmlərdə müşahidə etmək olur.